Salamlayırıq Bakı Əlləc Mərkəzindən hər kəsə. Bax, bu Dövlət Yol Polisi İdarəsi avtomobilidir. Yəni, bu hər gün patrol avtomobilidir, yollarda sürülən avtomobilidir. 60 min cəmi yol gedibdir. Sürətlər qutusunun yağına fikir verin. İyisindən burada dayanmaq olmur. Belə rəngin qırmızı olmağına baxma, iyisindən dayanmaq olmur. Nəyə görə? Həddən artıq çox aqresiv sürülür. Bax, bunlar. İyisindən, bax, birazdan da kənara çəkirəm. Həddən artıq çox aqresiv sürüldüyünə görə bunlarda Dövlət Yol Polisi avtomobillərinin, yəni nəzərinə də sürücülərini çatdırıram ki, indi onlarda texniki xidmət qarajda göstərilənlər heç, yəni onları deyə bilmərəm. Amma texniki xidməti qarajda göstərilməyənlər varsa, bunlara diqqət eləsinlər ki, biz əgər sürətlər qutusuna 60 min kilometr əgər zəmanət veririksə, sürətlər qutusunun yağın dəyişilməyini siz 40 mində dəyişəsiniz. Nəyə görə? Şəhərdə həddən artıq çox aqresiv sürürsünüz. Nəyə görə? O avtomobilin arxasında düşülür deyə həddən artıq çox aqresiv sürüləndə məhz bu Hyundai Kia sinifi yox ha. Adi götürək BMW-ləri, adi götürək Mercedes-ləri, həm mühərrik yağları tez dəyişilməlidir. Biz əgər sintetik yağa 5.30-5.40 yağa əgər 7000 kilometr veririksə, Dövlət Yol Polisi avtomobilləri 5000-dən bir, 4000-dən bir dəyişilməlidir. Nəyə görə? Gün ərzində həddən artıq çox aqresiv sürülür. Sürətlər qutusu həddən artıq çevik, yəni gücləndirilmiş iş rejimində işləyir bunların avtomobildə olan bütün ehtiyat hissələrin hamısı. Ona görə də diqqət eləyin. Sürətlər qutusunu maksimum 30-40 mindən bir dəyişin. Mühərriyin yağını maksimum 3-4 mindən bir dəyişin. Baxmayaraq ki, ən yaxşı yağı belə töksəz belə. Diqqətiniz üçün çox sağ olun.